Davud əleyhissalam deyir ki, ya Davud, o qədər uzun-uzadı ibadət eləyənlər və namaz qılanlar var ki, onların namazı mənim yanımda heç bir dəyəri, heç bir qiyməti yoxdur. Hətta hədisdə fətil kəlməsindən istifadə olunub ki, xurma dənəsində olan o nazik iplərə deyilir. Liflərə. O liflər ki, o heç bir dəyəri, ərzişi yoxdur, heç bir qiyməti də yoxdur. Niyə görə? Çünki mən onların qəlbinə baxıram, namazın salamın verəndən sonra öz nəfsani istəklərinin dalısıca gedirlər. Yəni, namaz qılıb salam verəndən sonra yalan danışanlara da şamil olur, qeybət qıranlara da şamil olur. Başqasının haqq hüququnu tapdayanlar, atanın hörmətini, ananın hörmətini qorumayanlar, öz ailəsinin hörmətini qorumayanlar, başqasının malın, mülkün mənimsəyənlər, Allah Taala deyir ki, bunların namazının mənim yanımda heç bir dəyəri yoxdur. Subhanallah deyən dili ilə nalayiq söz danışa. Bu namazın nə dəyəri olacaq, nə qiyməti olacaq?